Daha sonra yəlik əvəzliyi ilə danışmaq istəyirəm. Yəlik əvəzliyi ingilis dilində possessive pronoun adlanır. İki hal var, aslı hal və müstəqil hal. Aslı hal adından da bəlli olduğu kimi nədənsə aslıdır. Bu nədənsə dediyimiz də isimdir. Yəni, aslı haldan sonra isim gələcək. Məsələn, my book, mənim kitabım, your book, sənin kitabın, his, her, its, onun kitabı, our book, bizim kitabımız və s. Müstəqil hal isə, yəni adından da bəlli olduğu kimi müstəqildir. Heç bir şeydən asılı deyil. Yəni özündən sonra heç nə gəlmir, isim gəlmir. Yəni isimsiz işlənir. Tərcümələri bu cürdür. Mine, mənimki, yours, səninki, his, onunki, hers, onunki, its, onunki, ours, bizimki, yours, sizinki, theirs, sizin, onlarınki. Bunu yadda saxlamaq çox asandır. Yəni, bircə burada dəyişən mine'dir. Digərlər isə yəlik əvəzliyinin aslı halda olduğu kimidir. Sadəcə sonuna s artırırıq. Nə demişdim? Demişdim ki, şəxs əvəzliyinin adlıq halında və həm də obyekt halında itlər s-sız olur, s-siz olur. Amma yəlik əvəzliyinin həm aslı halında, həm də müstəqil halında it sonunda s olur. Its, onun, its, onunki. Artıq siz baxacaqsınız cümlədəki vəziyyətə baxacaqsınız. Əgər isimdən sonra, daha doğrusu, əgər əvəzlikdən sonra isim gəlirsə, məsələn, my book, deməli bu aslıdır. Bookdan aslıdır. Yox, əgər əvəzlikdən sonra isim gəlmirsə, heç nə gəlmirsə, cümlənin sonunda işlənirsə, deməli bu müstəqildir. Gəlin, indi test üzərində izah edeyim. Baxın, məsələn, 18-ci testə baxaq. Deyirəm ki, this telephone is and where is telephone. Gördünüz, birinci boşluqdan sonra heç bir isim gəlmir. Sadəcə and bağlayıcısı gəlir. Amma ikinci boşluqdan sonra isə isim gəlir. Deməli, burada özündən sonra heç nə gəlmirsə, deməli, bu müstəqildir. İkinci boşluqda, boşluqdan sonra isim gəldiyinə görə isə bu aslıdır. İndi biz tapırıq. Biz tapırıq, necə tapırıq? Birinci tərəfə müstəqil lazımdır deyənə. A variantı, C variantı və Y variantındakı birinci tərəflər görürsünüz ki, aslıdır. Bunları silirik. Və D variantında da yours olmalı idi. Əgər istəyiriksə, müstəqil bizə lazımdırsa, yours olmalı idi. Burada sadəcə qalır B variantı. This telephone is mine. Bu telefon mənimkidir. And where is your phone? Bəs sənin telefonun haradadır? Əgər burada telefon sözü olmasaydı, təkcə olsaydı ki, and where is olsaydı, yəni bu telefon sözü olmasaydı, yazardı ki, where is yours? Aydındır? Daha sonra 19'u izah edeyim. The teacher told burada isə obyekt, burada isə şəxs əvəzliyi haqqında danışacağıq. Deməli, cümlənin mübtədası var, xəbəri var. Xəbərdən sonra boşluq gəlir. Daha sonra söz önü gəlir. Söz önündən sonra yenə boşluq var. The teacher told, belə bilmirsinizsə cümləni tərcümə etmək lazımdır. The teacher told about experiments. Müəllim danışdı təcrübələri haqqında. Deməli, müəllim kimə danışdı? Bizə danışdı. Həm də onu bilməliyik ki, cümlənin mübtədası the teacher, told xəbəri. Dedik, xəbərdən sonra hansı hal gələr? Xəbərdən sonra şəxs əvəzliyinin obyekt halı gələr. Obyekt hal da burada hansıdır? Obyekt hal burada we-ni çıxırıq, we deyil. Sonra nə gəlir? His deyil, our deyil. Düzdür, qaldı iki hal. İki variant, A və B. The teacher told, as da olar, bizə danışdı. Told me olar, mənə dedi. Təcrübələri haqqında. Baxın, boşluqdan sonra, ikinci boşluqdan sonra isim gəlib. Deməli, isim gəlibsə, bizə bura necə əvəzlik lazımdır? Bizə bura aslı. Yəni, bu isimdən aslı olan bir əvəzlik lazımdır. O da sözün, əvəzin sonunda s olmayanı lazımdır. O da A variantındadır. The teacher told us about her experiments.